Salam, əziz dinləyicilər. Bugün 24 martdır. Göy üzündəki enerji dəyişir, ulduzlar bizə yeni imkanlar vəd edir. Gəlin görək, bugün bürcləri nələr gözləyir. Kəmərlərinizi bağlayın, ulduz tozuna bürünmüş səyahətimiz başlayır. Qoç, salam, əziz qoçlar. Bugün 24 martda özünüzü əsl qəhrəman kimi hiss edəcəksiniz. Enerjiniz o qədər yüksəkdir ki, qarşınıza çıxan hər bir maneəni asanlıqla dəf edə bilərsiniz. İş həyatında yeni layihələrə başlamaq və ya yarımçıq qalmış işləri tamamlamaq üçün ideal zamandır. Şəxsi münasibətlərdə isə biraz daha yumşaq olmağa çalışın, diktator yox, tərəfdaş olduğunuzu unutmayın. Axşam saatlarında qəfil bir zəng və ya mesaj sizi çox sevindirə bilər. Bugünün şüarı, mən istəsəm, hər şeyi bacararam. Özünüzə inanın, çünki kainat sizin tərəfinizdədir. Buğa, xoş gördük, əziz buğalar. 24 mart sizin üçün huzur və bərəkət günüdür. Maddi məsələlərdə çoxdandır gözlədiyiniz o rahatlıq gələ bilər. Bəlkə də bir borcun qaytarılması və ya gözlənilməz bir endirim fürsəti ilə rastlaşacaqsınız. Bugün estetik zövqünüz ön plandadır, evinizi bəzəmək və ya imicinizdə kiçik bir dəyişiklik etmək sizi əla hiss etdirəcək. Sevgidə isə sadiqlik və güvən hissi artır. Partnyorunuzla gələcəyə dair planlar qurmaq üçün münasib gündür. Özünüzü şımartmağı unutmayın, çünki siz buna layiqsiniz. Əkizlər, salam, əziz əkizlər. Bugün 24 martda beyniniz bir kompüter kimi işləyir. Yeni ideyalar, maraqlı layihələr və bitmək bilməyən enerjinizlə ətrafınızdakiları heyran qoyacaqsınız. Səyahət planları və ya təhsil daxilində atılan addımlar uğurlu olacaq. Dostlarınızla ünsiyyət bugün sizə yeni qapılar aça bilər. Lakin diqqətli olun, diqqətiniz asanlıqla dağıla bilər, ona görə də ən vacib işləri səhər saatlarında həll edin. Axşam saatlarında isə biraz tək qalıb düşüncələrinizi qaydaya salmaq sizə çox yaxşı təsir edəcək. Xərçəng, əziz xərçənglər, bugün 24 martda intuisiyanız hər zamankından daha güclüdür. Daxili səsiniz sizə düzgün yolu göstərəcək, sadəcə ona qulaq asmağı bacarın. Ailə daxilində bəzi məsələlərin həll olunması ruhunuzu sakitləşdirəcək. İşdə isə rəqabətdən uzaq durun və öz işinizlə məşğul olun. Romantik münasibətlərdə keçmişdən gələn bir xəbər sizi biraz düşündürə bilər, amma gələcəyə baxmaq daha faydalıdır. Bugün su ilə təmasda olmaq, məsələn, uzun bir duş və ya dəniz kənarında gəzinti, enerjinizi yeniləyəcək. Şir, salam, parlayan şirlər. Bugün 24 mart sizin üçün yaradıcılıq və sevinç günüdür. Hobbilərinizə vaxt ayırmaq və ya sevdiyiniz insanlarla əylənmək üçün mükəmməl fürsətdir. Özünüzü ifadə etmək üçün heç bir fürsəti əldən verməyin. İş yerində rəhbərliyin rəğbətini qazanmaq şansınız yüksəkdir. Sevgidə isə od püskürürsünüz. Cazibəniz o qədər güclüdür ki, heç kim sizə yox deyə bilməyəcək. Maddi məsələlərdə risk etməkdən qaçın, amma özünüzə kiçik bir hədiyyə almaqdan da geri durmayın. Səhnə sizin, buyurun, parlayın. Qız, xoş gördük, əziz qızlar. Bugün 24 martda nizam-intizam sizin üçün hər şeydir. İşlərinizi planlı şəkildə görmək sizə böyük vaxt qazandıracaq. Ətrafınızdakı xaosa baxmayaraq, siz öz soyuqqanlılığınızı qoruya biləcəksiniz. Sağlamlıqla bağlı məsələlərdə yeni bir rejimə başlamaq üçün əla gündür. Ola bilsin ki, yaxın bir dostunuzun məsləhətinə ehtiyac duyasınız. Sevgidə isə xırdaçılıqdan uzaq durun, bəzən böyük rəsmi görmək kiçik detallardan daha vacibdir. Axşam saatlarında sakit bir mühitdə dincəlmək sizə güc verəcək. Tərəzi, salam, ədalətli tərəzilər. Bugün 24 martda diplomatiya sizin ən böyük silahınızdır. Gərgin mühitləri yumşaltmaq və insanları barışdırmaq missiyasını üzərinizə götürə bilərsiniz. Şəxsi münasibətlərdə balans bərpa olunur. Sevdiyiniz insanla keçirəcəyiniz romantik anlar günün yorğunluğunu unutduracaq. İncəsənət və gözəlliklə bağlı alış-verişlər üçün uğurlu zamandır. Lakin qərar verməkdə tərəddüd etməyin, ilk gələn fikir adətən ən doğrusudur. Sosial həyatda isə yeni və maraqlı bir dəvət ala bilərsiniz. Əqrəb. Əziz əqrəblər, bugün 24 martda enerjiniz çox dərindir.
Gizli qalan məsələləri üzə çıxarmaq və ya bir sirri öyrənmək ehtimalınız var. İş həyatında fokuslanma qabiliyyətiniz sayəsində ən mürəkkəb məsələləri həll edəcəksiniz. Maddi mövzularda ehtiyatlı olun, amma investisiya üçün yeni imkanları da nəzərdən qaçırmayın. Sevgidə ehtiras və qısqanclıq arasında bir balans qurmağa çalışın. İntuisiyanızın gücü sizə kimin dost, kimin düşmən olduğunu deyəcək. Daxili gücünüzə güvənin, siz hər şeyin öhdəsindən gələ bilərsiniz. Oxatan, salam, əziz oxatanlar. Bugün 24 mart sizin üçün macəra dolu keçəcək. Yeni yerlər görmək, yeni insanlar tanımaq istəyiniz pik həddədir. Əgər bir səyahət planınız varsa, bugün ilk addımı ata bilərsiniz. Pozitiv enerjiniz hər kəsi özünə cəlb edir. İşdə isə sərbəstlik axtarışındasınız, rəhbərliyin təzyiqi sizi biraz sıxa bilər, amma səbirli olun. Sevgidə səmimiyyət ön plandadır. Hisslərinizi açıq şəkildə ifadə etməkdən qorxmayın. Şans ulduzunuz bugün sizə göz qırpır, fürsətləri dəyərləndirin. Oğlaq, xoş gördük, əziz oğlaqlar. Bugün 24 martda karyera pillələrini sürətlə dırmanmaq şansınız var, ciddiyyətiniz və əməksevərliyiniz hər kəs tərəfindən təqdir olunacaq. Maddi məqsədlərinizə çatmaq üçün qarşınızda heç bir maneə yoxdur. Lakin ailənizi və yaxınlarınızı unutmayın, onlara ayıracağınız azca vaxt belə aranızdakı bağları möhkəmləndirəcək. Sağlamlığınıza diqqət edin, xüsusən də bel və sümük ağrılarına qarşı ehtiyatlı olun. Axşam saatlarında gələcək layihələriniz üçün qeydlər aparın, bugün ağlınıza gələn ideyalar çox dəyərlidir. Dolça, salam, əziz dolçalar. Bugün 24 martda fərqliliyinizi nümayiş etdirəcəksiniz. Sosial layihələr və ya dostlarla birlikdə həyata keçirilən ideyalar uğurlu olacaq. Texnologiya ilə bağlı işləriniz varsa, bugün hər şey yağ kimi gedəcək. Sevgidə isə partnyorunuzdan sürpriz bir jest gözləyə bilərsiniz. Əgər subaysınızsa, internet üzərindən maraqlı bir tanışlıq başlaya bilər. Öz azadlığınıza və müstəqilliyinizə sadiq qalın, amma başqalarının da fikirlərinə hörmətlə yanaşın. Bugün yeniliklərə qucaq açın, onlar sizi uğura aparacaq. Balıqlar, əziz balıqlar, bugün 24 martda xəyal dünyanızla reallıq arasında gözəl bir körpü qurursunuz. Yaradıcı işlərlə məşğul olanlar üçün ilham pərləri iş başındadır. Ruhsal tərəfinizi gücləndirəcək fəaliyyətlər, məsələn, dua və ya meditasiya sizə çox yaxşı gələcək. İşdə isə biraz daha diqqətli olun, detalları qaçırmayın. Sevgidə şəfqətli və anlayışlı tərəfiniz qarşı tərəfi heyran edəcək. Ola bilsin ki, uzaqdan gələn bir qonaq və ya xəbər sizi sevindirsin. Özünüzü axışa buraxın, kainat sizin üçün ən yaxşısını hazırlayır. Sonluq, əziz bürc dostlarım, 24 martın ulduz xəritəsi belə idi. Unutmayın ki, ulduzlar sadəcə yol göstərir, taleyinizi isə öz əllərinizlə yazırsınız. Gününüz aydın, enerjiniz bol olsun. Sabah yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.